Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllim və şagirdlər. Gəlin dim test toplusundan belə bir suala baxaq. Deyir ki, tənliyi həll edin. Gəlin yazaq. 2 kosinus x plus 10 dərəcə olduğu kimi qalsın. Çıxaq. Bunu yazıram ki, sinus 90 dərəcə üstəgəl 10 dərəcə plus x şəklində mən bunu yaza bilərəm. Bərabərdir nəyə? Bərabərdir 0-a. Burada olur 2 kosinus 10 dərəcə plus x çıxılsın. Sinus 90 plus alfaya əsasən 90 plus alfa olur nə? Olur kosinus alfa. Kosinus alfa yəni eləyəcək 10 dərəcə plus x bərabərdir 0-a. Bu da eləyəcək kosinus 10 dərəcə plus x bərabərdir 0-a. Bu xüsusi haldır. 10 dərəcə plus x bərabərdir 90 dərəcə üstə gəlinsin 180 n-ə. Buradan da x bərabər olacaq 80 dərəcə üstə gəlinsin 180 dərəcə vurulsun n. Bu şəkildə. Bu da olur deməli nə? B bəndi.